2 milyon baxışım olub bu ay. 120 dollar pul qazanmışam. 2 milyon baxışa, 2 milyon baxışa. Ne bilim 20 bin dollar pul qazanan kanallar var. Ha. Avropa ölkələrində zaten orada şey görürsünüz. Yəni, reklam verən şirkətlərlə də əlaqəlidir də. Bahadur Seyfli. Ha, Bahadur. YouTube-dan gəlir qazanmaq, ümumiyyətcə internetdən gəlir qazanmaq indi son vaxtlar belə deyək də hamının arzuladığı, amma çox adamın edə bilmədiyi bir reallıqdır. Azərbaycanda da YouTube-dan gəlir qazananlar yavaş-yavaş artır. Var bu cür blogerlər. Necədir oradan pul qazanmaq, nə cür baş verir? Necə eləmək lazımdır? Tanıdığın ətrafında olan insanlardan bu işlə məşğul olanlar varmı? Bizim YouTube blogerliyi barədə, Azərbaycan YouTube blogerliyi barədə biraz məlumat verir. Azərbaycanda YouTube-dan pul qazanmaq çox çətin məsələdir. Azərbaycanda hal-hazırda YouTuberliklə məşğul olan insanlar daha çox gələcəklə bağlı ümidlərini qururlar. Bugünkü reallıqla YouTube-dan pul qazanmaq, yəni YouTube-dan pul qazanaraq öz ehtiyaclarını ödəmək qeyri-mümkündür. Yəni ciddi pul qazanmaq? Yəni ciddi pul qazanmaq mümkün deyil. Ciddi pul qazanan kanallar ola bilər, amma bu kanallarda bir kollektiv iş olmalıdır. Yəni sırf bir YouTuberin bacaracağı bir iş deyil. Bugün Azərbaycandakı YouTuberlər mənim kimi hansısa bir işdə işləyənlərdir və əlavə vaxtlarında bir hobbi kimi YouTuberliklə məşğul olurlar. Necə ki, mənim kimi, məsələn, gələcəyi ilə bağlıdır ki, məsələn, 2 il, 3 il sonra ola bilsin ki, YouTuberlik Azərbaycanda effektiv bir sahəyə çevrilər. Bugün YouTuberlik Azərbaycanda gəlirli sahə deyil. Sırf burada necə pul qazanmaq olar? Tutaq ki, sən çox məşhur bir YouTuber olarsan, bir 100 min abonən olar, doğrudan reklam ola bilərsən. Yəni, hansısa bir şirkətlə gedib danışıb olan reklam roliklərini hazırlayıb öz sayt bloğuna qoyarsan və onun müqabilində reklam anlaşmaları olar, oradan qazana bilərsən. Amma AdSense reklamları, yəni YouTube üzərindən çıxan reklamlar üzərindən Azərbaycanda pul qazanmaq çətindir. Niyə görə çətindir? Ona görə ki, Azərbaycanda reklam verən şirkətlər YouTube üzərindən reklamı az verirlər və bir şey də var, YouTube digər xarici ölkələrin reklamlarını Azərbaycanda göstərəndə tıklamaya görə digər ölkələrdən çox az miqdarda pul verir. Bu da səbəbsiz deyil. Məsələn, tutaq ki, hər hansı bir film reklamıdır, kino reklamıdır. Tutaq ki, girib internetdən o kinonu ala bilərsən. Tutaq ki, o kino göstərilir, İngiltərədə göstərilir və yaxud hansı bir Avropa ölkəsində göstərilir. Orada 1000 göstərmə bilirlər ki, bir 5 nəfər girib bu filmi alacaq, qaçat edəcək və tutaq ki, 20 dollar, 30 dollar pul nədirsə ödəyəcək. Amma Azərbaycanda isə bilirlər ki, 1 milyon göstərimdən 5 dənə baxış olacaq. Ona görə də İngiltərədə, tutaq ki, yox da İsveçrədə bir tıklamaya, yəni reklamın bir tıklamasına bəzən 50 sent, bəzən 1 dollar verdiyi kanallar var. Mən bir məqalə oxumuşdum, deməli orada göstərirdi ki, sırf kateqoriyası olan kanallar, YouTube kanalları daha çox pul qazanır. Yəni mənim YouTube kanalım biraz qarışıq kateqoriyalı. Yəni ixtisaslaşmış kanallar daha çox pul qazanır. Məsələn, tutaq ki, filmlərlə bağlı bir YouTube kanalı var, adı yadımdan çıxır. Deməli, 250 min dollar pul qazanır. Orada bir tıklama 3 dollardır. Yəni, reklam videonun üzərində çıxan reklama bir tıklayarsan, istifadəçi 3 dollar pul qazanır. Yəni, təsəvvür edin, burada Azərbaycanda 100 min baxış olanda bir də görürsən ki, 3-4 dollar pul qazanırsan. Mən məsələn, bu ay mənim 2 milyon baxışım olub son 28 gündə. Qazandığım pul 100 dollar civarındadır. Yəni, vergi əgər buradan verilirsə 4 dollar vergi verməyə hazırıq. Yəni, ümumiyyətlə, vergi məsələsi belədir ki, istənilən halda sən istədiyin, hardan gəlirsə fərqi yoxdur. Yəni, vergi qanunu budur. Hardan gəlirsə, oradan vergi verməlisən. Amma pulun Azərbaycana çatdırılması, bu məsələlər də həll olunmalıdır. Biz vergi məsələsini həll ediriksə, tutaq ki, bunu necə qəbul edirik? AdSense-ni verən banklar çox azdır və yaxud da gedirsən problem yaranır, AdSense pulu göndərir,
gedirsən banka deyirsən ki, AdSense var, deyir bizdə AdSense sistemidir. Ümumiyyətlə bank işçiləri AdSense-nin nə olduğunu bilmir. Bank işçiləri WebMoney-nin nə olduğunu bəzən bilmirlər. Bank işçiləri digər elektron portmanatların, belə deyək də, pul kisələrinin nə olduğu haqqında anlayışları yoxdur. Və çox çətinlik çəkirsən, yəni biz özümüz Yəni oradan qazandığın pulu Azərbaycana gətirməyin özü bir problem. Və ona görə də məsələn YouTuberlik ona görə yaxşıdır ki, ölkə üçün ona görə yaxşıdır ki, ölkəyə həm də valyuta daxil olur. Məsələn, tutaq ki, dollar ölkədən çıxır da ölkəyə gəlir. Amma orada problem var. Başa düşdüm, gətirməkdə. Onu gətirməkdə problem yaranır. Bu problemlərin qarşısını alandan sonra ya bu problemləri almaq lazımdır ki, hamı YouTuberliklə məşğul olan insanlar çox alsın, şirkətlər daha çox YouTube-a pul, belə deyək də, reklama pul qoysunlar və insanlar da daha çox pul qazansın ki, daha çox pul vergi ödəsin. Bugün Azərbaycanda YouTube-a vergi qoymaqla, yəni çox pul qazanmaq olmayacaq, yəni büdcəyə çox pul gətirmək olmayacaq. Yəni üst-üstə nə qədər pul gəlir ki, Azərbaycana cüzi bir miqdarda və hətta bu qanun, belə deyək də, bu qanunun qəbul olunması yəni bizim büdcəmizə o qədər də yüksək pul gətirmir. Onun əsas səbəbi bank sistemlərimizdə pul köçürülmə, eyni zamanda pulun daxil olması ilə bağlı problemlər yaşanır və xidmətlər çox bahadır. Mən AdSense-dən bircə dəfə pul götürmüşəm, $100 mənə göndərdilər, Unibankdan aldım onu, yəni bankların birindən aldım. $100 $30 çıxdı. Yəni mənə əgər bu normal şəkildə gəlsə, $100-ın $4 vergisi edirdi. Mən onu sevinə-sevinə verərəm. Hətta $8 da sevinə-sevinə verərəm. $100 məndən $70 kimi gəldi, çıxdı. Ondan da təzədən mən $4 falan vergi verməliyəm. Yəni belə ona görə yəni bu biraz bu problemlər həll olunmalıdır. Sonra vergi məsələsi belə başa düşürəm. Problemlər həll olmalıdır. Yaxşı, bir də ki öz bloqum barədə də əsasən nə cür videolar yerləşdirilir. Bir də ki, məsələn biz xarici video bloqerləri izləyirik, onlarda əməlli başlı yaradıcı bir iş var. Baxırsan ki, görüntü keyfiyyətli, özləri çəkiliş eləyirlər, montaj eləyirlər. Bizim bloqerlərdən necədir vəziyyət? Yəni daha sadə, primitiv şəkillər falan belə bu cür hazırlayırlar, yoxsa necə? Bizdə ona görə dedim ki, mənim kimi bloqerlər, mənim kimi başqa işlərdə işləyənlərdir, hətta ciddi işlərdə işləyən adamlar da buna hobbi kimi baxırlar və bir neçə il sonra bunun effekt verəcəyini düşünürlər ki, bəlkə açansa Azərbaycanda da YouTuberlik bir gəlir gətirən sahəyə çevrilir. Ona görə Gəlirinin sonrası yarısını oradan çıxar. Dolanışığını, yəni YouTube-dan çıxardan adamlar olsa, o işlə ciddi məşğul olan adamlar ola bilər, yəni ciddi məşğul olarlar. Amma bugün YouTuberlikdən dolanmaq mümkün deyil. Bugün YouTuberliklə pul qazanmaq, nə bilim, normal şəraitlərdə, normal şəraitlərlə yaşamaq mümkün deyil. Ona görə də YouTuberlər bizdə qeyri-peşəkar səviyyədədir. O xarici YouTuberlər ona görə peşəkar səviyyədə videolar hazırlayırlar ki, artıq onlar onun işidir, YouTuberlik onun işidir. Onun başqa heç bir işi yoxdur. O özünün üçün evdə studiya qurur, evdə özü üçün müəyyən şəraitlər yaradır və yaxud da hər hansı bir studiya ilə danışır, kiraya götürür onu və yaxud da özü üçün studiya açır. YouTuberlik iş kimi də götürülür. Hətta Türkiyədə ofislər açılır. Yap-Yap kanalı var, məşhur Yap-Yap kanalı var. 2 milyondan artıq abunəçisi var. Onlar artıq bir ofisləri var, böyük bir ofisləri var. Orada işçilər işlədirlər. Yəni aktyorları dəvət edirlər. Yəni mətnləri yazan adamlar ayrıdır, səsləndirənlər ayrıdır. Onlarda yəni bizdə TV-lərdə olan imkanlar var orada. Yəni kameralar, işıqlar. Bizdə amma qeyri-peşəkar səviyyəsindədir də 3 dənə, 4 dənə şəkli yan-yanaşa qoyub telefonla səsləndirib altına qoyuruq və yaxud da ki bizdəki YouTube kanalları, yəni peşəkar böyük YouTube kanalları ya əyləncədir, meyxanadır. Bir də ki o şeylə bağlı da bir qısaca bir məlumat ver. Nə qədər baxışdan nə qədər gəlir olur, onu bayaq öz aramızda söhbət elədik, amma efir üçün də maraqlıdır. Tutaq ki 1 milyon baxışda Azərbaycanda nə qədər qazanırsan, Amerikada, Rusiyada bu necədir fərq? Azərbaycanda ümumiyyətlə YouTube-dan pul qazanmaq bayaq da dediyim kimi çox çətindir. Mənim dediyim 2 milyon baxışa $100 yaxın pul verir.
Amma bir şey də var ki, YouTube səni kəşf eləməlidir. Belə bir qanun da var. Belə bir YouTube-un belə bir qaydası da var ki, YouTube sənin kanalının kəşf etməlidir. Ondan sonra biraz pulu artırır. Yəni eşitdiyimə görə 1 milyon 500, 2 milyon baxışla $1000 yaxın pul qazanan adamlar da var. Məsələn, kanallar da var. Düzdür, sırf YouTuberlərin deyil, hansısa bir şirkətin, tutaq ki, televiziyanın bir kanalı var və yaxud da hansısa bir serialın bir kanalı var, onlar pul qazana bilirlər. Çünki AdWords-a pul qoyan insanlar birbaşa onların kanalının adını keyword kimi yazırlar. Keyword kimi daxil ediblər və o reklamlar daha çox onların kanalında çıxır. Məsələn, belə deyək də, Bozbaş Picture kanalında istəyir ki, reklamı çıxsın və reklam verən tanıyır bu kanalı. İstəyir ki, orada çıxsın reklamı. O keyworddə o sözü yazır və onun orada çıxır. Amma adamlar orada seçimdə var axı, reklam hansı kanalda çıxsın. Elə kanallar var ki, orada 18 plus videolar olur və yaxud da belə deyək də, müxalif şeylər olur. O kanallarda çıxmağını istəmir. Ona görə də o kanallara ya qadağa qoyur, ya da konkret kanallar seçir ki, bu kanallarda çıxsın mənim reklamım, digər kanallarda çıxmasın. Məsələn, əgər seçim eləməsə, tutaq ki, bunun bir məhsulu var, hansısa bir söyüş videosunun üzərində çıxıb və yaxud da istənilməyən bir videonun, şiddət eləyən videonun üzərində çıxıb. Ona görə də kanalın, YouTube-da belə bir şey var da, o 6 ayda bir qarış, 1 ayda 6 qarış məsələsi var. Yəni, YouTube müəyyən vaxt gəlir gətirmir, yəni 1 il ola bilər ki, bu dözüm tələb edir. Sırf yəni hobbi kimi baxmaq lazımdır buna, bir sevdiyin iş kimi baxmaq lazımdır. Yoxsa ki, YouTube kanalı açdım, mən YouTube-dan pul qazanacağım, bununla ailə saxlayacağım, yəni real bir şey deyil. Sağ ol Bahadur, təşəkkür